Əssəlamu aleykum. Dəyərli izləyicilər, son zamanlarda baxdığımızda Azərbaycanda bəzi dəvətçilər var, murciə dəvətçiləri. Yəni biz bunları murciə kimi tanıyırıq, cəhmi, murciə dəvətçiləri kimi. Bu insanlar bir-birlərini baxsınız ki, bəzi məsələlərdə qırırlar. Və yaxud baxırsınız ki, hədis inkarçısı Elşad Miri kimi insanları bir xətasını gördükləri zaman həmən onun üstünə danışmağa başlayırlar və bütün günü bundan bəhs edirlər. Halbuki Elşad Mirinin kafir olduğu, Elşad Mirinin Quranı əsas alıb hədisi inkar edərək dində sapıqlıq ortaya atdığı bəllidir. Yəni bu açıqdır. Bundan danışmağa hər kəs bacarar. Amma ən böyük problemlər qalıb bir kənarda, bunlar sırf Elşad Miridən və yaxud da boş şeylərdən danışırlar. Ciddi problemlər bir kənardadır. İnsanlar küfür içərisində, insanlar şirk içərisində yaşayır və imandan uzaq bir şəkildə yaşayırlar. İnsanlar İslamdan uzaqlaşırlar, əksinə yaxınlaşmaq yerinə. Lakin bu dəvətçilər, özlərini İslam dəvətçisi adlandıran bu şəxslər boş-boş mövzulardan danışır, boş-boş mövzuları gündəm edirlər. Aralarında bir məsələ olur, başlayırlar bir-birlərinə qarşı cavablar verməyə, bunun üzərində işləməyə, bununla vaxtlarını keçirməyə. Halbuki baxdığımız zaman insanları bu hala gətirən də elə ən böyük səbəb sizlərsiniz. Çünki sizlər küfür içərisində olan, şirk içərisində olan insanlara müsəlman deyərək onları aldadır, onların oda getməsinə göz yumusunuz. Lakin onlara uyarmısınız, onlara demirsiniz ki, sizin elədiyiniz şirkdir, sizin elədiyiniz küfürdür, bu şəkildə yaşasanız siz cəhənnəmə gedəcəksiniz, bu şəkildə yaşasanız sizin sonunuz ateşdir, sizin bu şəkildə imanınız yoxdur. Bunları demək yerinə sizlər boş-boş mövzuları gündəm eləyərək insanların vaxtını alırsınız. Ya adam kimi dəvət edin, tövbə edin, insanları haqqa çağırın, ya da ki bu işin belə pis çıxmasın, başını buraxın, başqa işlərlə məşğul olun. Bunlara, bu Mədinə tələbələrinə, bu özünü sələfi dəvətçi adlandıran murciə tələbələrinə sözüm budur.